Korrupsiya yok demesek bir millet kimi özümüz yok olabiliriz. Ona göre de bu negatif hala karşı qəti addımlar atmalıyız. Bugün ben bir neçə nəfəri işten kovacağım. Nuriyev. Babayev. Ne oyunlarda? Tehmezova. Fetih kişini tez tapın, getirin buraya. Fetih kişi, təşkilatın həyətində dayanan maşınların şüşələrini silirsən, təkərlərini qaraldırsan. Düzdür? Buna göre sen maşın sahiplerinden pul da alırsan. Elədir. O adi pul değil. O rüşvettir Fetih kişi. Bilmirsən ki bu əməlinlə ölkəmizin inkişafına əngəl törədirsən. Mən vəzifəsindən sui-istifadə edən, əli rüşvətə, korrupsiyaya bulaşmış Fetih kişini işten azad edirəm. Qoy bu hamınıza görk olsun. Kulağınızı açın eşidin. Rüşvetxorluq və korrupsiya milleti uçuruma aparır.